Azərbaycan qazı hesabına Macarların kommunal xərclərinin azaldılması sosial mediada tənqid olunur. Macarıstan lideri Viktor Orbanın İlham Əliyevə təşəkkür etməsindən sonra Azərbaycanda təbii qazın qiymətləri yenidən müzakirə yaradıb. BBC Azərbaycancaya gələn şərhlərin birində deyilir ki, sitat, özümüz boğuluruq limitin əlindən, amma bunlar kefdədir. Sitatın sonu. Digəri Lerikin qazsız kəndlərini xatırladıb. Sitat, o qazdan Lerikin kəndlərinə də çəkilsəydi, cəmaatımız evlərindən didərgin düşməzdi. Sitatın sonu. Başqa biri isə bizə qazı limitlə satıb, payımızı xaricilərə satıb, özlərini xeyirxah göstərirlər, yazıb. Sualımın məğzi odur ki, niyə Gürcüstanda mənimlə eyni sərfiyyatı işlədən adam məndən dəfələrlə daha az pul verir kommunala, hansı ki, mənbəyi bizdədir? Bunu izah edin. Deyə başqa bir sosial media istifadəçisi yazıb. Azərbaycan qaz ixracı barədə Macarıstanla 2 il əvvəl razılaşıb. 100 milyon kubmetr həcmində. İlk dəfə 2024-cü ildə bu ölkəyə qaz verib. Macarlar təbii qazın 1 kubmetrinə görə Azərbaycanlılardan təxminən 35 qəpik çox ödəyirlər. Amma onlara daha çox minimum limit verilir. Bundan başqa Macarıstanda minimum əmək haqqı təxminən 1300-1700 manatdır. Azərbaycanda isə minimum əmək haqqı 400 manatdır.